Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Ölkə prezidenti Vladimir Putin vətəndaşların banklara yerləşdirdikləri əmanətin sığortalanan hissəsini 1,4 milyon rubla çatdırılması barədə federal qanun imzalayıb. Yəni, hər hansı maliyyə böhranı müqabilində əmanətçi 1 milyon 400 min rubl vəsaitini qorumuş olur. Bu məbləğin ona qaytarılması artıq qanunla müdafiə olunur. Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev 2016-2020-ci illərə Rus dili federal məqsədli proqram konsepsiyasının təsdiqləndiyi barədə sərəncam imzalayıb. Xatırladaq ki, əvvəlki müvafiq proqramın fəaliyyət müddəti 2015-ci ildə başa çatır. Yeni qəbul edilən proqramın 2016-18-ci illərə nəzərdə tutulan birinci mərhələsində Rus dilinin öyrənilməsi və inkişafı sahəsində kompleks elmi tədqiqat işləri, vahid elektron tədris məkanında texniki, tədris metodiki təminat, Rus dili müəllimləri hazırlığı, yenidən hazırlıq keçmələri, ixtisasını artırma nəzərdə tutulur. Bundan əlavə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin və digər dövlətlərin Rus dili məktəblərinin təşkili, metodiki yardımın təmini, dərslik və ləvazimatın qoyuluşu və xarici ölkə vətəndaşlarının Rusiyada əmək fəaliyyəti çərçivəsində tələbata uyğun Rus dilini öyrənmələrinə yardım məsələləri proqrama daxildir. İkinci mərhələ 2019-20-ci illərə nəzərdə tutulur. İmzalanmış sərəncam çərçivəsində proqramın 2 mərhələdə tətbiqi federal büdcədən təxminən 6,5 milyard rubuldan çox vəsaitin ayrılacağı planlaşdırılır. Dağıstan hökumətində 155 dövlət və munisipal xidmət növü, o cümlədən kiçik və orta sahibkarlıq obyektlərinə xidmət növləri elektron formaya keçirilib. 52 rayon şəhər səviyyəli munisipal qurumlar üçün 42 daha çox tələb olunan sosial cəhətdən mühüm munisipal xidmətin tirajı üzrə iş tamamlanıb. Nəticədə yerli özünü idarə orqanları Dağıstan Respublikasının idarələr arası elektron qarşılıqlı fəaliyyət sistemindən istifadə vasitəsilə munisipal xidmət göstərilməsini təmin edəcək. Bütün bu xidmət növləri vahid dövlət və munisipal xidmət portalı Federal Dövlət İnformasiya Sisteminə yeridilir. Dağıstan Respublikasının İctimai Palatası 2014-cü il üzrə fəaliyyətinə yekun vurub və 2015-ci ilə iş istiqamətlərini müəyyənləşdirib. Bu əlaqədə təşkil olunmuş plenar müşavirədə çıxış edən Palata sədri Həmzət Həmzətov son 2 il gedişində İctimai Palata tərəfindən 97 qanun layihəsi üzrə yekun nəticələrin verildiyini, icra və munisipal hakimiyyət orqanlarına 500-dən artıq sorğunun göndərildiyini, Respublikanın ictimai, siyasi, sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər çərçivəsində 60-dan artıq dinləyişin, dəyirmi masa görüşlərinin və digər tədbirlərin təmin edildiyini vurğuladı. Dağıstan Respublika Konstitusiyasının 69-cu maddəsinə dəyişiklik barədə Respublika rəhbəri Ramazan Abdullatovun təşəbbüsü ilə təqdim edilmiş və Respublika Xalq Yığıncağı tərəfindən qəbul edilmiş əlavəyə əsasən Respublikanın İctimai Palatası qanunverici təşəbbüs hüququna malikdir. Həmzətovun sözləri ilə bu Dağıstan cəmiyyətində mühüm əhəmiyyət kəsb edən hadisədir. Dağıstan Respublikasının rəhbəri Ramazan Abdullatovov Kaspiysk şəhərində Energetika Kollecinin idman kompleksində Rusiya çempionatının Ali Liqasının B zonasında Qərb qrupunun Cənub yarım qrupu üzrə növbəti turda Dağıstan komandası ilə Rostov Voley komandası arasında keçirilmiş voleybol yarışında iştirak edib. Oyunun gedişində Respublika Voleybol Federasiyasının prezidenti Rəcəb Abdullatovov, İdman və Bədən Tərbiyəsi naziri Məhəmməd Məhəmmədov, Təbii Ehtiyatlar və Ekologiya naziri Nəbiyullah Qaraçayev, Kaspiysk şəhər rəhbəri Məhəmməd Abdullayev də nəzər yetirirdi. Oyun 3-1 hesabı ilə Dağıstanlı voleybolçuların qələbəsi ilə başa çatdı. Komandanın baş məşqçisi Əli Asxab Məhəmmədovun sözləri ilə qarşıda duran başlıca məqsəd yalnız qələbə əldə etməkdir. Yaxın müddətlərdə, daha doğrusu yanvar ayının 4-də komandamız Maykopda yerli komanda ilə görüşəcək. Siz son xəbərləri dinlədiniz.